Salih Məmmədovun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri vəzifəsindən azad edilməsi ona yaxın olduğu iddia edilən ATF MMC-nin fəaliyyətinə də təsir göstərə bilər. Bölgə TV Qaynar Info istinadən xəbər verir ki, tender kralı kimi tanınan ATF MMC xüsusilə yol təmini üzrə iri tenderlərin qalibi olub və bu fakt Salih Məmmədovla əlaqələndirilir. Bildirilir ki, şirkətin təsisçilərindən Təbriz Muradovun oğlu Tehran Muradov vaxtilə Salih Məmmədovun tabeliyində çalışıb və 17 saylı yol istismar idarəsinin direktoru olub. Məlumatlara görə ATF MMC əsasən yol təmiri layihələrindən gəlir əldə edir və bu işlərdə aydaya məxsus texnikadan istifadə edildiyi də iddia olunur. Salih Məmmədovun işdən çıxarılması şirkətin gələcək fəaliyyətini risk altına sala bilər. ATF MMC 2003-cü ildə qeydiyyatdan keçib. Nizamnamə kapitalı 20 manatdır. Qanuni təmsilçisi Azad Muradovdur. Şirkət Azad, Təbriz və Fəxrəddin Muradov qardaşlarına məxsusdur və adı onların adlarının baş hərflərindən götürülüb. Şirkət bir neçə dəfə qalmaqalla gündəmə gəlib. 2018-ci ildə Fəxrəddin Muradov qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər maddələrlə həbs olunub. Araşdırmalar zamanı ATF MMC-nin dövlətə 361 min manat ziyan vurduğu müəyyən edilib. Daha sonra o azadlığa buraxılıb. Muradov qardaşları həmçinin Göyçay Petrol AMMC-nin də benefisiarlarıdır. Bir neçə il əvvəl Fövqəladə Hallar Nazirliyi bu şirkətə məxsus yanacaq doldurma məntəqəsinin fəaliyyətini yanğın təhlükəsizliyi qaydalarının ciddi şəkildə pozulmasına görə dayandırmışdı.